Bismillahirrahmanirrahim. Değerli izleyiciler, mübarek Ramazan ayı geldi. Bu ay insanların Allah huzurunda ziyafet ayıdır. Bu ayda Allah insanlara daha yeni bir fırsat verir ki, bu ayın fəzilətiyle, bu aydaki rəhmətlə insan layık olduğu insanlıq məqamına yüksələ bilsin. Allah Təbarəkə və Teala öz Allahlıq mövqeyinə görə, öz Allahlıq mövqeyinin tələblərinə görə insanın, bəşəriyyətin tərbiyə olunması üçün, onun bəyənilmiş məqama, kəmala yetişməsi üçün bir sıra vəzifələr, ibadət növləri, əxlaq meyarları müəyyən edib ki, insan bu vəzifələrin, bu ibadətlərin vasitəsilə yaradılması üçün müəyyən olunmuş o məqama yetişə bilsin, o məqamı kəsb edə bilsin. Çünki insan əgər nə qədər əxlaqi rəzilətlərə uymuş olsa, günahlara mürtəkib olmuş olsa, nə qədər nə pisliklərə aludə olmuş olsa, Allah'ın onun inkişafı için, onun yükselişi için ona verdiği istedadlar potansiyel olarak qalacaqdır. Onlar icra oluna bilməyəcəkdir. Çünkü günahlar, çünkü pis işler, çünkü insanlıktan uzak vərdişlər, çünkü insana xas olmayan xüsusiyyətlər heç vaxt imkan vermir ki, insanın yüksəlişi için onun vücudunda qoyulmuş o potansiyel, o güc aktivləşsin və onun vasitəsilə insan yüksələ bilsin. Ona görə də mübarək Ramazan ayı və məxsusən oruç tutmaq elə bir sinifdir ki, elə bir dərsdir ki, insan bu dərsdə Allah'ı tanımağı öyrənir, ona verilmiş istedadın dəyərini bilir, təqva əldə eləyə bilir və ilahi dəsturlara, əməllərə riayət eləyə bilir. Bu dərsdən o əxlaqi fəzilətlərin yüksəlməsini əldə eləyə bilir, əxlaqi rezalətin azalmasını öyrənə bilir və bununla da Allah'ın onun üçün qoyduğu o yüksək məqama yetişə bilir. Bəs oruc təqva ilə nəticələnən əməllərdən biridir. Gərəkdir biz bunun qədrini bilək və bu aydan ləyaqətlə çıxa bilək. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.